Salam, hər vaxtınız xeyir olsun, dəyərli abituriyentlər, müəllimlər. Bugün sizlərlə bir yerdə müəllimlərin hazırlıq vəsaitindən seçilmiş 3 sualın izahına nəzər yetirəcəyik. Bu suallar şagirdlərdə problem yaradan suallar idi. Gəlin birinci ortadakı sualdan başlayaq. Qeydlər aparmağımız üçün yan tərəfdə yerdə açmışam sizin üçün. Aha. Bircə dəqiqə. Davam edək. Deyir ki, şagird görmədiyi və oxumadığı cümlədə köməkçi nitq hissəsi olduğunu bilir. Yəni, burada ixtiyari bir cümləm var, burada köməkçi nitq hissəsi var. Həmin şagird bu cümlə haqqında hansı fikirləri əminliklə söyləyə bilər? Ən azı bir söz qrammatik şəkilçi qəbul etməyib. Normalda belə bir anlayış var ki, köməkçi nitq hissələri şəkilçi qəbul etmir. Lakin bəlkə həmin sözümüz qoşmadır. Biz hardan bilə bilərik? Qoşmalar bilirsiniz ki, bəzən şəkilçi qəbul edir. Məsələn, deyirəm ki, o da sənin kimidir. Burada fikir versəniz, sənin kimidir xəbər, dir şəkilçisi də qoşmanın üzərinə əlavə olunub. Nəticə etibarı ilə biz bu şərhi əminliklə deyə bilmirik. Yəni, sual altındadır. Qəbul etməyib, bəlkə edib, bəlkə qoşma gəlib, hardan bilirsən? Yəni, fikir bildirmək çətindir. Biri silirəm, sıradan çıxardım. Baxın. 2. Cümlədə sintaktik təhlilə cəlb olunmayan bütün sözlərin leksik mənası yoxdur. Burada düşünə bilərsiniz ki, həqiqətən də müəllim, köməkçi nitq hissələrinin leksik mənası yoxdur, düzdürmü? Mən razıyam sizlə, onlar sintaktik təhlilə də cəlb olunmur. Amma deyir ki, sintaktik təhlilə cəlb olunmayan bütün sözlərin. İndi gəlin belə bir müzakirə edək. Sintaktik təhlilə cəlb olunmur köməkçi nitq hissələri. Bitdimi? Xeyr. Xitab, bir də bəzən ara sözlər. Məsələn, xitab. Deyirəm ki, validə, yaz. Baxın, və yaxud da belə yazaq. Validə, yaz da. Bax, burada da ədatdır. Düzdürmü uşaqlar? Və təbii ki, o sintaktik təhlilə cəlb olunmur. Burada bir dənə bu yaz sözü, bir dənə bu yazıqdır, xəbər ola bilir və salam. Validə sözü də nədir uşaqlar? Xitab. Baxın, bunun leksik mənası var, xüsusi isimdir. Ümumiyyətlə, əsas nitq hissələrinin leksik mənası olur. Düzdürmü? Və biz burada leksik mənası yoxdur deyə bilərikmi? Xeyr. Çünki cümlədə sintaktik təhlilə cəlb olunmayan, məsələn, bir bu var, bir də bu var. Hə, bildim, bunun yaxşı leksik mənası yoxdur, bəs bununki var. Mən necə əminliklə deyə bilərəm ki? Deməli, 2-ni də sıradan çıxardım. Cavab elə ortaya çıxdı, yenə də baxaq. Suala cavab verməyən ən az bir söz iştirak edir. Bəli, bununla razılaşmaq olar. Köməkçi nitq hissəsi başına nə gəlir gəlsin, yenə də suala cavab vermir. Ən azı bir söz deyirsə, yəni ən azı bir. Vəssalam. Leksik mənası olmayan ən azı bir söz iştirak edir eyni formada. Ən azı bir sözü önəmlidir, orada diqqət. Söz yaradıcında iştirak edən sözlərin sayı söz yaradıcında iştirak etməyənlərin sayından çoxdur. Söz yaradıcında iştirak edən sözlər dedikdə nə nəzərdə tutulur? Əsas, nitq hissəsi. Söz yaradıcında iştirak etməyən sözlər nəzərdə tutulanda da köməkçi nitq hissəsi. Deyir ki, əsas nitq hissəsi digərindən çoxdur. Hardan bilirsən? Məsələn, gəl çıx və ya belə nümunə düşünək. Məsələn, sizin üçün belə bir nümunə yazdım. Burada işini görmək. Bunlar nədir? Əsas nitq hissələri sayı nə qədərdir ki? Qoy, əmr ədatı, dədə ədat. 2 dənə də köməkçi nitq hissəsi. Gördünüzmü, say bərabər oldu. Mən necə deyə bilərəm ki, çoxdur yaxud da azdır, hardan bilim? Deməli, 3 ilə 4 doğru cavab olacaq. 45-ci sualda deyir ki, uyğunluğu müəyyən edin, tam cavabı seçin. Həm əsas, həm də köməkçi nitq hissəsi kimi çıxış edir. Gəlin baxaq. Mütləq sözü, bu barədə bəzi qayda kitablarında müxtəlif fikirlər var.
diqqətli olmaq lazımdır. Dövlət İmtahan Mərkəzinin 2024 lüğətində mütləq sözü bir sifət olaraq, bir də zərf olaraq qeyd olunub. Bu arada bu söz amonim sayılmır, çünki vurğusuna görə mənası dəyişən söz kimi də təhlil olunur. Lakin köməkçi nitq hissəsi kimi düşünülmür. Üçü rahatlıqla silə bilərsiniz. Demə ifadəsi, demə, demək, bunlar modal söz kimi çıxış edə bilir. Bir də ola bilər, feil, mamə inkarla işlənmiş. Demə, söyləmə, etmə, bax bu cür. Ötəri sözü zərf olaraq düşünülə bilər. Ötəri baxmaq. Yerinə görə sifət də ola bilər, ötəri baxış. Amma siz onu qoşma ilə səhv salmayın. Qoşma ola bilən söz ötürü sözüdür, səndən ötürü. Səndən ötürü gəlmişdi, amma səndən ötəri gəlmişdi demək olmaz. Deməli, bu da yalnız əsas nitq hissəsi, sifət və zərf oldu. Biri də rahatlıqla sildim. Baxın, 2 olanları saxlayıram. Yalnız köməkçi nitq hissəsi kimi çıxış edir. Deməli, burada doğru cavab sanki olacaq. Bu yalnız modal söz olur. Qərəz sözü isim ola bilir. Deyirəmi, sənin məndən bir qərəzin var. Bir də modal söz ola bilir. Modal söz olanda vurğusu dəyişir. Qərəz, getdik. Artıq sözü sifət ola bilir. Məsələn, filan kəs artıq çəkidən əziyyət çəkir. Bu söhbətlər artıqdır və s. Bir də dediyimiz kimi köməkçi nitq hissəsi ola bilir. Ancaq ki, unutmaq olmaz. Bizdən yalnız köməkçi nitq hissəsi istəyir. Belə olanda doğru cavab 2-6. Son olaraq keçək digər sualımıza. Bənzər sualın daha asan forması ötən illərdə buraxılışda istifadə olunubdur. Nəzərinizə çatdırım. Bunu silək, davam edək. Deyir ki, hansı nümunədə həm bağlayıcı, həm də bağlayıcı ilə amonim olan köməkçi nitq hissələri işlənib? Ay oğul, bu uşaq 1 saatlıq getmirdi ki, harda qalıb axı? Həm də axşamdır, artıq maraqlanaq. Deməli, uşaqlar, burada köməkçi nitq hissələrimizi sizin üçün işarələdim. Məsələn, bağlayıcı istəyirsinizsə, siz burada həm də sözünü götürə bilərsiniz, düzdürmü? Əlavə olaraq hansı sözü deyə bilərik ki, bağlayıcı ilə amonim olsun? Digər nitq hissələrinə baxdıqda, burada ki barədə biraz şübhə yaranır. Deyir, bu uşaq 1 saatlıq getmirdi ki, harda qalıb axı? Həm də axşam da artıq maraqlanaq. Buradakı ki-nin də ədət olduğunu düşünə bilərik. Düzdür, özündən sonra vergül gəlib. Lakin bu vergül fasilədən sonra növbəti cümlənin gəlişi ilə əlaqəlidir. Yəni, buradan sonra başqa bir cümlə işlənirsə, təbii ki, 2 cümlə arasında bir fasilə olmalıdır. Və bu ki-ni ədat götürərək, biz onun bağlayıcı ilə amonim olduğunu, həm də nümunəsinin isə ümumiyyətlə bağlayıcı olduğunu deyə bilərik. Yəni, siz bunu anlamadınızmı? Hətta o belə gəlsə də, bu iş alınmayacaq. Yəni var burada. M-mimumi ədatı var, hətta var. O belə var, sasədən sonra gələn də var. Aha. Müzakirə etdikdə gəlin başlayaq dədən. Ümumiyyətlə bu qaydanı unutmayın. Yekunda qeydlərə əsasən deyilir ki, sasədən sonra gələn dadə və ya sasədən sonra gələn belə ədət olaraq qəbul edilir. Yəni bu ədatdır, ancaq bağlayıcı ilə təbii ki, amonimlik var. O belə gəlsə, belə sözü yenə ədatdır. Hətta o belə gəlsə, yenə ədat. M-mimumi sual ədatı, yəni də sual ədatıdır. Yəni bunu anlamadınızmı? Məsələn. Kim ki sizə bura göndərmişdi, elə onun özündən də soruşa bilərsiniz. Onun özündən də soruşa bilərsiniz. Də bağlayıcı. Kim ki, burada məsələn ki var.
Düzdürmü? O da qüvvətləndirici ədat kimi çıxış eləyir, bağlayıcı ilə amonim ola bilir. 3-ü götürürəm. Dünən axşam Zakir ilə Aydını vağzalda qarşılamışdılar, indiki yerə doğru göndərmişdilər. Baxın, indiki bağlayıcı olanda o ayrı yazılır. Diqqətli olmaq lazımdır. Siz onu şərt bağlayıcısı kimi belə götürmürsünüz. Bu zaman zərfinə artırılmış sadəcə nədir? Leksik şəkilci. Zakir ilə Aydını, Zakir və Aydını düşünə bilərik. İlə burada nədir? Bağlayıcıdır. Onun xaricində bir şey görmədim burada. İndiki yerə doğru, oraya doğru, yəni qoşma, bu da ki, bağlayıcı ilə amonimliyi yoxdur. Hətta burası da yadımdadır ki, siz ödənişin çekini ona atmamışdınız. Ki var, burası da yadımdadır, hətta var. Deməli, bağlayıcımız varmı? Var. Göründüyü kimi. Hətta nümunəsində müzakirə etsək, bunu ədat kimi dəyərləndirib, onun bağlayıcı ilə, yəni iştirak bağlayıcısı ilə amonimliyini də bildirə bilərik. 1, 3, 5 doğru cavab olacaq. Hansı ki 1, 3, 5-də həm bağlayıcı var, həm də başqa nitq hissəsi olub bağlayıcı ilə amonim olan söz var.